Tapşırıqlarını oxuyaq. Deməli, buzlaqlar Mərkəzi Asiya dağlıq yaylası ətrafında olan arıquşu arealını Avrasiya, Cənubi Asiya, Şərqi Asiya kimi yarım növlərə parçalayıbdır. Xromosom sayı 2-80 olan Cənubi Asiya arıquşu yarım növü həm Avrasiya ilə, həm də Şərqi Asiya yarım növləri ilə cütləşir, həm də nəsil verir. Lakin Avrasiya və Şərqi Asiya arıquşu yarım növləri ilə isə bu baş vermir, yəni cütləşmir. Bizdə bir şərt veribdir. Deməli, A veribdir. Bu proses bilirsiniz ki, coğrafi növ əmələ gəlmə, xüsusilə bu B şəkli də veribdir. Ekoloji növ əmələ gəlmə verilibdir. Ekoloji. Coğrafi növ əmələ gəlmənin də arealın hissələrə parçalanması. Coğrafi növ əmələ gəlməni verib. Birinci sualı oxuyaq. Euler-Venn diaqramında uyğun bəndləri qeyd edin. Edək. Deməli, mikrotokamil baş vermişdir. Mikrotokamil baş veribdir. Deməli, bu hər ikisində mikrotokamil baş veribdir. Çünki ikisində də növ yaranır. Birində ekoloji növ əmələ gəlmə, birində coğrafidir. Bu bir üçüncünə aiddir, ortaq xüsusiyyətdir. Populyasiya gen tərkibi dəyişib. Əlbəttə ki, dəyişir. Hər ikisində də dəyişir və növ yaranır. Növün arealı müxtəlif hissələrə parçalanıb. Areal parçalanması aiddir, təbiidir ki, üçüncü birə aid olacaqdır. Çünki coğrafi növ əmələ gəlmədə bu çay gəlib bunu iki yerə parçalayıbdır. Bir dənə meşəmiz var idi. Burada iki forma, əvvəlki formaya oxşar və oxşamayan açıq yaşlı rəngli forma yaranıbdır. Gen tərkibi də dəyişiləcəkdir. Sonra areal dəyişməmiş, həyat şəraiti isə dəyişmişdir. Ərazi areal dəyişməyib, amma şərait dəyişdiyi üçün yeni forma yaranar. Tamam, bu da nə idi? Baxın diqqətlə. Məsəl üçün, bu formada görürsünüz. Şərait budur, deyək ki, ekoloji növ əmələ gəlmədə. Sonradan bu ortada nəsə yaranıbdır. Bax, bu ağacları görürsünüz. Eyni arealda qalıbdır, amma şəraitdən fərqli olaraq yeni formalar yaranıbdır ki, yeni gen tərkibi dəyişiləcəkdir. Ona görə də 4 də ikincinə aid olacaqdır. Düzgün cavab. Birincinə 3 aiddir, ikincinə 4 aiddir, üçüncü ortaq cəhətdir, 1 və 2 aid olacaqdır.